üstünüdür. Gördünüz, Demək olar ki, bu robotlar İstərsəniz proqramlayıb siz evinizin bir küncündə qoyursunuz və evdə yoxsunuz. Robot avtomatik olaraq hər gün işə düşür. Sizin istədiyiniz vaxtda mənzillərin hər bir otağında 20-25 dəqiqə işləyərək təmizliyə əmin olduğundan sonra digər otağa keçir. Bildiyiniz kimi onun altında optik və akustik cihazlar var. Həm o toz, zibil və allergenləri görür. Biz gözlə görə bilmədiyimizi o optik cihaz dəfələrlə böyüdür və o dərindən görür və dərindən yığışdırma edir. Xalçanın dərinliyinə o qədər nüfuz edir ki, hətta xalçaların altında heç bir toz və allergendən əsər əlamət qalmır. Mən bunların artıq özüm şahidiyəm. Çünki mən artıq aerobot rumbadan neçə müddətdir istifadə edirəm. İnanın ki, bizim evimizə kim gəlir, içəri girən kimi deyir ki, evin ətri, havası, qoxusu dəyişir. Çünki qətiyyən toz yoxdur. Mən sizə deyim ki, bax, bu robot işlədiyi evdə sanki dəniz qırağında təmiz hava var bu evdə. Çox allergensiz evdə çox gözəl, rahat uyumaq olur. Əzizlərim, bəzilərinizin bronxlarında problem var. Bəziləriniz göz dibi əməliyyatları etmişsiniz. Bəzilərinizin dizlərində problem var. Əyilib xalçalardan saçları toplamaq bir problemdir. Xanımların böyük bir dərdi. Və bundan bütün əziyyətdən qurtulmaq istəyirsiniz və dərmana əlavə pul xərcləmək istəmirsinizsə, o zaman rumba yetər. Rumba sizin ki, bütün bu problemlərinizi həll edəcək. Hündürlükdən düşmür, istəyirsiniz hündür yerlərdə qoyun, dolabların üstünü yığışdırsın, siqnal verib dayanacaq, götürəcəksiniz. Eşim müəllim, mən çox istəyərdim ki, siz Aerobot Bravo haqqında da xanımlarımıza məlumat verəsiniz. Çünki o da çox önəmlidir döşəmələrin silinməsi üçün. Aerobot Bravo gəlsin. Bildiyiniz kimi, bu evinizi tam rumba yığışdırıb qutardıqdan sonra sizin bir delikat yığışdırmaya da ehtiyacınız olur və o da ondan ibarətdir ki, siz pol taxtası ilə evi silməli olursunuz. Yenə də bunun üçün bəzilərinizin təzyiqi var. Ümumiyyətlə, bu robotları siz hər gün evi yığışdırmaq üçün istifadə edə bilərsiniz. Çünki onlar avtomatik işləyir. Amma belə normal halda heç birimizin həvəsimiz yoxdur hər gün 2 saat yığışdırma etməyə. Qətiyyən. Bəli, bax, bu robotun ön tərəfində bir qəşəng bir panel var. Bax, robotlarımız hamısı gördüyü kimi simpatikdir, gözəl miniatür dizaynı var. Amma Bravo'nun qətiyyən səsi yoxdur. Yəni, evdə siz rahat-rahat bu konteyner 170 qram su tutur və istədiyiniz təmizləyici, mikrobları məhv edən mayələri, o cümlədən bizim özümüzdə də bu cür mayə var ki, bütün mikrobları məhv edir, xeyirli mikrobları daha da canlandırır, insanlar üçün faydalı olan həmin enzimdən istifadə edə bilərsiniz və konteynerdəki su mikrofiberin üzərinə damcılayır, damcı nəmlik yaradır və o nəmliklə də Bravo sizin evinizi çox gözəl tamamilə silir, döşəmələri silir. Bunun adı möcüzədir Şaban, möcüzə. Bunun adını ilk gəlişində Nurali xanım qoydu, bax bu adı. Elə doğrudan da xanımlar bizə telefon açdığı zaman bax, indi onu əslində görüntüləyəcəklər sizin üçün. Bax, pəncərədə işləyir, əziz xanımlar, baxın, görün nə gözəl işləyir. Artıq bizim görmək, 100 dəfə deməkdənsə bir dəfə görmək yaxşıdır. Bax, siz görürsünüz, qalxır pəncərənin yuxarı hissəsinə ilk pultla ilk komanda verdiyimiz zaman və yuxarı hissədən başlayır silə-silə sağa sola və ardıcıl olaraq aşağı düşür və aşağı düşdüyü zaman tam siqnal verir. O zaman siz götürürsünüz. Bax, bu üzlükləri dəyişirsiniz. Üzlükləri dəyişirsiniz və başqasını qoyursunuz. Cam sil də vurursunuz. Pəncərələrinizi parıl yapır. Yəni, bax, bunlardan siz evlərinizin güzgüsünü təmizləmək üçün istifadə edə bilərsiniz. Vanna otağında kafellərin təmizləyə bilərsiniz. Bax, çox gözəl cihazlı. Bu da, bax, bildiyiniz kimi, bu robotlar insanların təhlükəsizliyini, ümumiyyətlə, robotların məqsədi odur ki, insanın üçün təhlükəli olan yerlərdən onları əvəz etsin. Bax, bu da o həmin təhlükəli yerlərdən işlərdən biridir ki, hündür mərtəbəli evlərdə silmək məsələsi bəzən insanların yıxılmasına, insan itkisinə də səbəb olub. Bax, bir şeylərdən bu robotu əldə etməklə bir problemdən də qurtulmuş olursunuz. Və evdə bir də nəzərə alsaq ki, hər dəfə biz insanları dəvət edib oranı təmizlətdirdiyimiz zaman həm özümüz həyəcan keçiririk, eyni zamanda pul məsrəfi də edirik. Bəli, siz bunu istifadə edirsiniz və o məsrəflərdən də azad olursunuz. Bunun da elə bir işıq sərfiyyatı yoxdur. Bu da yəni iqtisadi cəhətdən səmərəlidir. Ən gözəl odur ki, sizin robotların işıq sərfiyyatı yoxdur. Ümumdə məsələ budur.
Əziz xanımlar, sizin hər birinizi dəvət edirəm. Bax, bu gördüyünüz xalça da Məşədi Ərdahal xalçasıdır. Bax, bizim xalça bölməsində satılır. 3000 ilməsi var. Və bax, bunları da siz gəlib bizdən kreditlə də, yolu ilə də əldə edə bilərsiniz. Və inanın ki, o qədər gözəl bir xalçadır ki, hətta üzərində toz belə olsa, ayaqqabı ilə üzərindən keçsək belə süni ipəkdir. Bir dəfə rumba üzərindən keçməklə heç bir ləkədən əsər əlamət yoxdur. Təşəkkür edirik. Gəlin, buyurun, müştərimiz olun, məmnun qalın. Xanımlarımızın əksəriyyətisi müştəriniz digərlərdə gələcək. Təşəkkürümüzü bildiririk sizə və bu arada hörmətli tamaşaçılarımız, bizim video çarxlarımız var. Gəl tamaşaçılarla onu izləyək, daha sonra davam edirik. Hörmətli tamaşaçılarımız, gəlin birlikdə biz video çarxlarımızı izləyək, daha sonra yeni səhər çağında görüşürük. Sağlamlığınızı Elmet Tibb Mərkəzinə və burada çalışan yüksək ixtisaslı həkimlərə həvalə edə bilərsiniz. Laborator analizlər, ultrasəs müayinəsi, lor kabinet, stomatoloji şöbə, oftalmologiya, ginekologiya, fizioterapiya və Azərbaycanın ən tanınmış cərrahlarının fəaliyyət göstərdiyi ümumi cərrahiyyə şöbəsi. Bütün bu sadalanan şöbələr, mütəxəssis həkimlər və tibbdə istifadə olunan son tipli aparatlar sizə yalnız sağlığınıza yenidən qovuşmağa kömək edəcək. Toz və allergenlər bizi əhatə edir. Evimizi hər gün yığışdırmaq istərdik. Gündəlik işimizin çoxluğundan bu asan deyil. Elə isə əmr edin bunu sizin əvəzinizə iRobot 800 seriyası etsin. Bizim standart robotumuz daha da mükəmməl oldu. Yeni effektiv yığışdırma sisteminə malik olan Rumba 800 seriyasını təqdim edirik. Yığışdırmanın keyfiyyətini maksimum çoxaltmaq üçün güclü hava axını və soğurma sistemini tətbiq etdik. Rumba 805 dəfə daha güclüdür. Yun fırça rezin fırça ilə əvəz olunmuşdur. Bu da daha çox tük və allergenləri toplamağa imkan yaradır. Rumba allergiya həssas olan və ev heyvanları saxlayanlar üçün əvəz olunmazdır. Siz evdə olmadıqda belə evinizi hər gün yığışdırır və təmizliyi təmin edir. Bir toxunuşla işə düşür, işini bitirdikdən sonra bazaya dönür. Davam edirik, hörmətli tamaşaçılarımız. Şaban, bilirsən də bizim proqramımızın bu məqamında biz hara bağlanırıq? Evet. Hara bağlanırıq? Yeməyə. Nahardan əvvəlin studiyasına görək Səidə xanım gəlibmi, gəlməyibmi? Səidə xanım, eşidirsiniz bizi? Bəli, sabahınız xeyir olsun, eşidirəm. Sizi salamlayıram, qonaqlarınızı salamlayıram və bilmirəm nə baş vermişdirsə sizin, belə deyək, səhər çağının studiyasında mən içəri girəndə gördüm ki, uşaqlar sözün həqqi mənasında uğunub gediblər gülməkdən, amma çox təəssüf ki, qaçırdım nə idisə. Nəymiş görəsən, nəymiş? Yəqin Şabanın zarafatlarını eşidiblər ona görə. Yox, bugün mənim qohumlarım gəlmiş bura, qohumlarım. Bütün əmsi oğlanları buradadır, studiyamda. Təbrik edirəm, göz aydınlığı verirəm sənə. Allah ömür versin, Allah sana da can sağlığı versin, qız. Təşəkkür edirəm. Mövzunuz nədir? Bugün maraqlı bir mövzumuz var və bu günlərin bizim maraqlı qonağımız da var. Elə qonağımızın adına uyğunlaşdırmışıq mövzunu. Ona görə də hələ ki açıqlamaq istəmirəm. Mütləq bizim tamaşaçılarımız bizi izləsinlər. Bəli, bugün həm də bircə onu anons eləmək istəyirəm ki, bugün çox gözəl təamlar hazırlayacağıq biz. Nahardan əvvəlin studiyasında tamaşaçılar ekranı qətiyyən dəyişməsinlər, Lider televiziyasını izləsinlər. Çünki bizim də çox maraqlı və fərqli verilişimiz olacaq. Bunu tamaşaçılar özləri görəcəklər ki, bugün nə təqdim eləyəcəyik onlara. Artıq 3 gündür deyirik, gedəcək. Gələn həftə mütləq gedəcək. Artıq 5-ci gündür. Artıq bizə dəvətnamə yazıb qızılı hərflərlə. Səidə xanım, uğurlu olsun. Bilirəm ki, proqramımız gözəl olacaq və mən son olaraq İslam müəllim sizə sual vermək istəyirəm. Ümumiyyətlə, bugün yeniyetmələrin, deyək ki, o riyaziyyata, fizikaya, kimiyaya həvəsi olan, daha yaxşı oxuyan, çünki müəyyən müsabiqələrə gedən belə deyək, yeniyetmələr var ki, çox yaxşı uğurlar əldə edirlər. Onların həvəsi varmı bu sahəyə gəlməyə? Bəli, həvəs çoxdur, amma birinci məsləhətlərim olardı gənc yeniyetmələrə ki, buyurun. İlk olaraq birinci amil odur ki, məktəbdən başlayaraq ta ki, universiteti bitirənədək öz dərslərini yaxşı oxusunlar və istədikləri sahənin mütəxəssisi olsunlar. Və bu, bildiyiniz kimi, kosmik sahə çox dəqiqliyi tələb edən bir sahədir və burada, bəli, mütəxəssis olduğun sahəni yaxşı bilməlisən. Və ikinci bir amil isə işlədiyin, yəni istədiyin sahəni sevməlisən, sevə-sevə. Çünki sevmədiyin bir işlə məşğul olanda, demək, ondan yaranan nəticələr də heç də ürək açan olmur, yəni sevmədiyin işlə məşğul oldunsa. Və bütün fənlər öz əksini tapır bu sahədə, amma əsasən qeyd etdiyiniz kimi riyaziyyat, fizika və kimya fənlərini daha yaxşı bilmələri vacibdir. Çox gözəl. Deyirsiniz ki, hərə öz sahəsini sevəndə orada daha yaxşı uğurlar əldə edir. Bilirəm ki, bu sahəni sevirsiniz. Səhər-səhər işə gələndə bir həvəslə gəlirsiniz, məsələn, Şaban qədər həvəslə gedirsinizmi işə? Bəli, sözsüz ki, yəni
iş 9:00-da başlayırsa biz daha tez gəlməyi üstünlük mən öz Bu qədər dəqiqsiz. Bəli, yəni O zaman çalışıram ben ki, çalışabilirim orada ya. Kimya benden başladı, coğrafya benden başladı. Vallahi çalışabilirim ya. Bilərsən, sən hələ karatedə də çalışa bilərsən. Ətaya xanım sənə qara kəmərə necə sahib olmağın yollarını öyrədəcək. Bütün o canım istiqamətlərdən keçəcəksiniz. Ayşən xanım, mənim üçün maraqlıdır. Ümumiyyətlə bu sahədə gələcək planlar nədir? Bir ictimaiyyətlə əlaqə şöbəsinin meneceri kimi nə deyə bilərsiniz? Azərkosmosun gələcək planları çox ambisiyalıdır. Hal-hazırda biz ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzərində işləyirik. Hal-hazırda peykin texniki parametrlərinin müəyyən olunması etapıdır. Bu peyk ikinci telekommunikasiya peyki Azerspace 2, Azerspace 1-in orbitdə ehtiyatı rolunu oynayacaq və bizə imkan verəcək ki, daha çox müştəriyə daha etibarlı xidmət göstərə bilək. Bu ikinci telekommunikasiya peykinin orbitə çıxarılması 2017-ci ilə planlaşdırırıq. 2017-yə. Uğurlar olsun sizə. Bilirəm ki, əgər belə gəncləri, belə istedadlı, bilikli, zəkalı, intellektli gəncləri varsa bir müəssisənin, deməli o müəssisənin uğurları hələ irəlidədir. Hələ təzə başlamışıq, hələ ilk addımlarımızı atırıq. Hələ nə var ki, hələ görün nə qədər uğurlar var irəlidə. Və Ətaya xanım, bizim tamaşaçılar üçün çox maraqlıdır. Necə oldu ki, Ətaya xanım qara kəmər, karate, idman, özü də idmanın elə bir növü ki, bugün Azərbaycanda o sahədə bilirsiniz nə qədər uğurlar var, nə qədər qızıl, gümüş, bürünc medallar var. Gətirirlər hələ idmançılarımız bizim studiyamıza, masamızın üzəri dolu olur medallarla. Necə oldu birdən-birə siz? Uşaq vaxtından həvəsim vardı, qardaşımla bir yerdə gedirdi idmana, 13-14 yaşından. Aha. Sonra bir neçə yarışlarda oldum, birinci yer, ikinci yer, üçüncü yerlərə layiq göründüm. Azərbaycan üzrə? Bəli, Respublika üzrə beynəlxalq yarışlarda da olub, birinci yer götürmüşəm. Hətta elə bir yarış olub ki, oğlanla çıxmışam, ikinci yer götürmüşəm. Maşallah, maşallah. Aha. Ehtiyatlı ola. Çəkilir uca qırağa. Elə qorxarsan, elə qorxarsan. Ya bu kimə evlənsə ya, o kişinin ahı getdi, bu ahı qaldı. Aslı verilişdən sonra alan olmayacaq. Bəs necə oldu ki, sonra müğənniliyə gəldiniz? Kəməri kim verdi sizə? Müğənniyə də həvəsim var idi, sonra başladım oxumağa. Yəni karate... Hər ikisinə bir yerdə yəni çalışırdım. Çalışırdınız. İdmana da gedirdim, müğənniliyə. Amma artıq yəni idmanla məşğul olmuşdunuz. Yox. Təəssüf. Təəssüf. Siz çox yaxşı, adlı sanlı bir idmançı ola bilərdiniz. Bax, düşün ki... Nə düşünüm? Bax, bu xanım bir davaya düşür. Leylican, Leyli, vurdum sana Leyli. Həm oxuyur, həm də vuruyor, açalım. Müəllimlik stajını aldım idman üzrə. 2 il çalışdım, müəllimə işlədim. Sonradan toylara getmək zad, yəni yorğunçuluq olurdu deyənə çatdıra bilmirdim, gedə bilmədim. Toylar üstələdi. Gördün mü? Müəllimə də olmuş, qara kəmər də olmuş. Şaban boyunu yerə salayım diyor. Xalid, idmançı partnyorunuz var. Belə narahatçılıq yoxdur? Maalesef. Aha, narahatçılıq? Yox, əlbəttə ki, bizim Ətay xanımla dostluğumuz çox uzun illərə dayanır. Amma yəni az-az sənətlə bağlı görüşürük, amma belə şəxsi dostluğumuz var idi. İndi də o dostluğumuz davam edir. Qardaş, ayağın tapdalama, məndən Yox, sənə amma məsləhət. bilirəm ki, məni çox istəyirəm. Nurani xanım. Amma bir davaya düşsəz irəlidə Ətay xanım olacaq. Bilirsiniz, mən gəzintiyə gedəndə harasa, məsələn, bir yerdə oturub çay içməyə və yaxud çörək yeməyə işdən əlavə. Gedəndə mən heç vaxt öz avtomobilimlə gedmirəm, Ətay xanımın avtomobilinlə gedirik. Ona görə ki, məni döyəndə heç olmasa Ətay xanım məsələlərdə olardı. Bunu istəyirdim, bu etirafı istəyirdim. Təşəkkür eləyirəm sizin hər birinizə bugün proqramıza gəldiyinizə görə. Sən düşün ki, bunlar bir yerdə toyda olsalar, toy bitən kimi birinci onun pulunu verəcəklər. Çünki yəni bir qarma qarışıq edirəm olmasın. İslam müəllim bugün sizə. Uğur olsun sizə, sizin müəssisənizə uğurlar diləyirəm. Ayşə xanım sizə hər zaman gəlin bütün yeniliklərinizi məhz elə səhər çağında Lider televiziyasının tamaşaçıları üçün aydınlaşdırın. Ətay xanım sizə təşəkkür edirəm. Uğurlar olsun. Xalid sizə təşəkkür edirəm. Masallıdan bugün səhər çağına təşrif buyuran bizim ansamblımızın bütün heyətinə, Sakit müəllim sizə, Xəqani müəllim sizə, hər birinizə təşəkkür edirəm və buradan elə bütün masallı elinə də təşəkkürümüzü bildirir və salamlarımızı yetiririk. Bir kəlmə söz demək istəyirəm. Bir kəlmə deyil. Bizim ansamblın bir üzvü var idi, Tahir müəllim. Yəni bugün xəstədir deyə, ağır xəstə yatır deyənə bizim yanımızdan ayrılıb, bizi izləyir efir qarşısında bu dəqiqə. Mən ona çoxlu salamlarımı göndərirəm və
onu çox istədiyimi Allah bildirirəm. şəfa versin hamımızın adına. hər bir musiqiçimizə və son olaraq sizdən bir gözəl mahnı istəyəcəyik. Buyurun, zəhmət olmasa yerinizi alın. Mən isə hörmətli tamaşaçılarımız geyim üçün təşəkkürümü bildirmək istəyirəm. X-Lady mağazasına hörmətli xanımlarımız gözəl, yaraşıqlı, dəbli görünmək istəsəz X-Lady mağazasına müraciət edin və saç düzümü üçün, makyaj üçün isə Stella Studiyaya şəxsən Günay xanıma təşəkkürümü bildirirəm və Yeganə xanım əllərinizə sağlıq, telefon nömrəsini diqqətinizə yetirirəm. 432 11 23 gözəl görünmək istəyən xanımların gözəllik ünvanı yalnız Stella Studiyada. Nə demək istəyirsən? Tezlik xanım mahnı oxuyacaq. Mən də buradan bizi Gəncədən izləyən dostlarımız var. Muharrem qardaşım, onun oğlu da Əmirxan balanı. Öpürəm, bugün onun da gözəl günüdür. Çox gözəl. Onlar da bizi izləyirlər. Salamlarımızı deyirik. Onda elə bizim bu mahnımızı Masallıdan birbaşa Gəncəyə ötürürük. Buyurun. Sırdaşı ne için küsürsen her gedendaşı. Sene yüreğimin dostu sırdaşı ne için küsürsen her gedendaşı. Süzülür gözlerin çakılır yaşı. Süzülür gözlerin çakılır yaşı. Vermez gülümse Ceyda bülbülümse. Vermez gülümse Ceyda bülbülümse. Gülümse gülümse Ceyda bülbülümse. Gülümse gülümse Ceyda bülbülümse. Azerbaycanımın şortur güzeli. Bakışlı sözün özeli. Azerbaycanımın çoxdur gözəli. İmarat bakışlı sözün özeli. Sen benim keşkim sevgim məzəli. Sen benim keşkim sevgim məzəli. Benim özgürümsən Ceyda bülbülümsən. Benim özgürümsən Ceyda bülbülümsən. Gülümsən gülümsən Ceyda bülbülümsən. Gülümsən gülümsən